Almanya'da sığınacaq almış Suriyalı qaçqın Şıx Həbib Berlində ilk Ramazan bayramını həm qəm, həm də sevinç hissi ilə qeyd edir. Əslən Kürd olan 36 yaşlı Suriyalı təhlükəsiz məkanda olduğuna sevinsə də, ölkəsindəki müharibədən qabaqki illərin Ramazan bayramı abu-havası, bayramın böyük ailənin əhatəsində keçirilməsi üçün yaman darıxıb. O, həyat yoldaşı və 4 övladı ilə Almanyanın paytaxtında nəhəng sığınacaq mərkəzində olduqca yığcam otaqlarda qalır. Bu günümüzə görə də Allaha şükür olsun deyə Şıx Həbib bildirib. Ötən il Almaniyaya çoxu Suriya, İraq, Əfqanistan kimi müharibə ölkələrindən olmaqla 1 milyondan çox qaçqın və miqrant daxil olub. İraqda müqəddəs Ramazan ayının başa çatması ilə bağlı əhali bayram hazırlıqlarını davam etdirir. Son günlərdə çoxlu sayda terror hücumlarına məruz qalmış İraqda hazırlıqlar yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Paytaxt Bağdadda sakinlər bayram alış-verişini böyük qorxu içində etdiklərini deyirlər. Misirdə də bayram hazırlıqları həyata keçirilir. Paytaxt Qahirə sakinləri bu ilki bayram ərəfəsində qiymətlərin bahalaşmasından şikayətlənir.